Dedi ki, Adəm, istəyirsənsə tövbən qəbul olsun, bu 5 nəfərə and ver. Dedi, Peyğəmbər and verir Əliyə, Fatimiyə, Həsənə. İmam Hüseynə çatanda boğazı qəhərlənir, qeyri-ixtiyari. Gözündən yaş axmağa başlayır. Deyir, ilahi, bu adam kimdir, bunun adını çəkən kimi halım dəyişdi. Dedi, Adəm, o sənin övladlarından biridir. Onu tikə-tikə doğrayacaqlar, onun başını nizəyə vuracaqlar, onun bacılarını, yaxınlarını əsir eləyib aparacaqlar. Allah dedi, Adəm ağladı. Göz yaşı tökülən kimi günahları bağışlandı. İstər Peyğəmbər, istər Həzrət Əli ilə bağlı, istər digər insanlarla bağlı bəzən həqiqətlə uyğun olmayan, həqiqətə uyğun olmayan çox şişirdilmiş sözlər danışılır və belə deyək, bu cəhətdən də düşünən ziyalı insanların gözündən düşürdüyini deyərlər. Yəni əsasən bəzən dinini təbliğ edən insanların bəzilərinin savadsızlığı, xurafata meyilli olması, bu belə deyək, ümumiyyətlə din haqqında yanlış təsəvvürün yaranmasına gətirib çıxarır.